Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump məncə hiyləgər bir gediş edib. 5 gün sürə tanıması İran üçün əvvəl 48 saat demiş ki, 48 saat içində İran Hörmüz boğazını açmalıdır. Açmasa İranın elektrik stansiyalarına zərbələr endiriləcək. Sonra bunu 5 günə çıxartdı. Burada hiyləgər gediş nədən ibarətdir? Əslində bu o demək deyil ki, müharibədə fasilə verilir, atəşkəs olacaq və ya Amerika belə deyək də hücumları dayandırır. Birinci səbəbi məncə bu neftin qiymətləri ilə bağlı idi ki, biraz bazarı sakitləşdirmək istəyirdi Trump. Çünki neftin qiymətdən baha olmasından heç kim fayda götürə bilməz. Yəni bu təlatüm yaradır. Və həqiqətən dünənki çıxışından sonra 5 günlük sürə tanıması çıxışından sonra neftin qiymətlərində bir sabitləşmə yarandı, biraz emmə oldu. Bu birinci məqsədi. İkinci məqsədi məncə deyəsən Amerikanlar quru əməliyyata hazırlaşırlar. Bu o demək deyil ki, İranın tamamını işğal etməyə və ya nəzarətə götürmək planları var. Amma Xalq adası və bəzi limanlara desant çıxartmaq kimi belə bir fikirlər var. Niyə? Çünki o hissəyə xeyli quru qoşunlar yığıblar. Quru qoşunlar yığıblar. Bu da 5 günlük məsələsi diqqəti yayındırmaq məqsədi daşıya bilərdi. Bu arada Körfəz ölkələrin bir qismi də Amerika ilə bu istiqamətdə danışıqları intensivləşdiriblər. Yəni uzun müddət onlar belə deyə də səssiz qaldılar. O mənada ki, İran zərbələr endirdi, bunlar cavab addımları atmadı. Amma artıq bir neçə dövlət, o cümlədən Səudiyyə Ərəbistanı Amerika ilə birgə hərbi əməliyyata qoşulacağına dair xəbərlərin sayı çoxalıb. Çünki Səudiyyə Ərəbistanı düşünür ki, daha nə vaxta qədər İrandan bu zərbələri alacaq. Digər bir neçə Körfəz ölkəsində Səudiyyə Ərəbistanı qoşula bilər. Yəni, əslində 5 günlük fasilə, yenə də təkrar edirəm, ortamı yumşaltmaq anlamı daşımırdı. Əksinə dedi ki, vurmayacaq, amma bu gün səhər gələn xəbərlərə görə elə İranın qaz, elektrik mərkəzlərinə də zərbələr edildi. Azərbaycanla sərhədə hücum olub. Elə bu barədə xəbəri də başlayan kimi tamaşaçılarımıza təqdim etdik. İranla Azərbaycan sərhədində olan əraziyə belə hücum olunub və 6 nəfər həyatını itirib. İsrail İran ərazilərini vurur və Azərbaycanla sərhəd ərazidə yaxınlıqda bu hadisələr cərəyan edir.